Zaman yaman vurdum, ömrüm kalmadı. Telefonum takım, yok 83% de hele. Gülmüyor babasına, hayır. Bir şey at yeri. Babuş telefonla dersten. Ha, emin olsun. He, yaxşı. O yedim bir yemek verin, yaxşı yazdısa. Marcus. Başını sokma içeri. Hərəb zəngi kimcə dursan qapının ağzında. Gel Marcus'a yemek yiyək. Gel üstüme hile gelme, üstüme gelsen korkuram. Yükəldi, ağzını ağrıb adam üstüne tərkən. Gel Marcus'a yemek ye. Marcus'a yemeğini ye. Koy baxım. Bu göstərim səni. Hamı baxsın. Gel, gel. Seni versinler ellere, beni vursunlar. Sesimde biraz nasazlık var. Onu girip müalicə elətdirəcəm. Bakıya giden kimi birinci işim sesimi müalicə elətdirmək olacaq. Nefes darlığım var, bir de sesimde problem yaranır. Bilmirəm səbəbi nədir. Səni saymır, çıx git. Az telefonla saymır nə deyirsən Allah. Ara qızışdırmayın, telefonla danışır. Canlı dayanır, yoksa gidip oturaram yanında. İndi peki de elə söz danışır ki, canlıda deyiləsi söz deyil. Ona göre de şey eləmirəm. Məftun nətərsən Qayahanın şikayətimə, bilmirəm onu qadına. Niye live? Necə sən ürəyim qurban? Onu bilmirəm, ay niye live? Məftun niye evlənmirsə? İmkanım yoxdur. Vallahi yaxşı qız tapan kimi evlənəcəm. İstəmirəm, istəyirəm ki, ailəm uşağım olsun. Səsin qəşəkdir mahnı. Mən mahnı oxuyanam, ürəyim. Mən balaca vaxtından müzik ilə məşğulam. Yarışmalarda toxumuşam. Balaca... Nailəm bir Məhmətlik ilə gedirdim, Savesikdə qalırdı onda. Sonra bu Bursiyada köçdü. Mən ölələ kimi onlar həmişə bir yerdə olurduq. Yaxşıyam, son vaxt. Özüm İsa xanımla Qasımov ilə işləmişəm. Mahnı işləyirdim ondan. Mahnı bəstəyirdim, İsa xanımla oxuyurdum. Keçən ildə 3 dənə mahnı oxuyurduq, yazılı insult keçirdi. Sağ ol, Jasmin, ürəyimsən. Sevil, çox sağ ol, qadınam. Qız vaxtlarım, öyle azı vaxtlarımdan özümdən zadına tük çıxmamışdı. Qız oxşuyordum, belə qız vaxt, ona göre qız vaxtlarım deyirəm. Sobumu oxaltmışam, deyir, yoxdur. Ne oxuyum, ne mahnısı oxuyum. Bir dənə geçən mahnıda, ana mahnısını oxuyum. Bildim suçum nedir, titredi kalbim. Alıştı bedenim, yandı yüreğim. Bildim suçum nedir, titredi kalbim. Alıştı bedenim, yandı yüreğim. Ben senin kadrini niye bilmedim? Bağışla sen beni, bağışla ana. Sesimde biraz problem var uşaqlar. Ses dillərimi müalicə elətdirməliyəm. Ağlatdım beni. Elə özüm də ağlamağım gəlib güclə saxladım. Sağ olun, ne bileyim, can ciğerler. Bilmiyorum baba. Ders.
Telefonla danışır hələ. Toylara gedirdim ya qadına. Mən başdan ayağa toy aparmıram. Gedirəm yarım saatlıq gedirdim həmişə. Yarım saatlıq həmişə. Şou proqramlarda işləmişəm, restoranlarda. Restoranda da şou proqramlarda. Yarım saat gedirəm, oxuyam adam balası kimi çıxıb gəlirəm. Öz repertuarıma. Məftun Mərsiyə də nə olar? Allah ömrünü uzun eləsin, mənə da can sağlığı versin. Ay balam, bu tüyoxlar niyə qışqırışırlar? Vallahi. Öpürəm səni, Jano. Bəlkə Temur Əmrahdan. Temur Əmrahı çox istəyirəm. Arada oturuq Temur Əmrahla oturacağız içirik. Maraqlı insandır Temur Əmrah. Sənəti də böyükdür. Şu Fırat'ın suyu. Niye kışkırışır? Şu Fırat'ın suyu kar derindir ey. Ölem ölem derdi ölem. Ben beyaz burada şey aktardım, onu tapa bilmedim. Onu ben hara koydum ayağım. Nerede lan? Sözləri Nərman Həsənzadənindir. Musiqisi də Nodar Şaşıqoğlu. Bir bahardır oxu da. Bir bahardır hansıdır? Bəlkə nəsə diyorlar. Yo, yumurtaya da yeyirlər. Hind kuşu yumurtası yığıram. Firuzəni oxumaz. Firuzəni oxumuşam da sizə görə. Mərdin sən Flamingo restoranda oxumuşsan. Hə, oxuyurdum, işləmişəm burada. Firuzəni sizə görə oxumuşam deyə orada vardı səhifəmdə. Onu sizə görə oxudum, hamınızın xoşu gəldi deyə. Neçənci ilə çoxdan ili yadımdan çıxıbdı. İli yadımdan çıxıbdı. Gənclik girəndə yenə. Hə, gəlincik. Evimizin dalı gəlinciyindən doludur. Da qovalamaqdan yorulmuşam. Tüyoğu qırıram, onun dərdində tüyoğlar bağlı saxlayıram. Bax, indi günlərim evə getməmişəm. Birdən cücəni biri çöldə qalar, bax, anama demişəm ki, işığı yandır. Evin dalından işığı yandı ki, qoşaydı. Sən Kərbalaya getməmişdin. Nədən Kərbalada qalası duyulma, çıxdım, gəldim də ziyarət elədim, gəldim, 10 gün qaldım. O, İraq nətər istidir, ay Allah. İlahi, mən elə isti görməmişəm. Elə isti, bir dənə parnoyda görmüşəm. Parnoya ki, girsən, nəfəs alsan, burnunu yandırır. Bilirsən ki, sərinləyəsən, da hava qızışır, yandırır adamı. Bax, İraq elə istidir, ay Allah. Orada nətər dözürlər o istiyə. Gəlincik bizən alapars deyirlər biz tərəfdə. Dələkimlər fəsiləsindəndir. Karışlı belə heyvandır, belə quyruq uzun. Niyə cavab nə deyirsən qadam? Sıçovlu oxşamır, bir intereslidir. Pişik boyda olur, belə arıq tüklü qəşən bir şeydir. Samur deyirlər də, samur. Biri var su samuru, biri var quruda yaşayan samur. Evet, türkü yoktu bu. Türkü var ya, babasının barısı hündür, doğru, türkü keçənməz ora. Sincap. Sincap deyil, yox. Samur deyirlər ona, dələkimlər fəsiləsindəndir. Oxuyun da zəhmət olmasa. Nə oxuyum hər başıqı? Bizdə ardaş deyil, ağdöş. Hə, sinəsi karışırdı, sinəsi belə ağ. Mən iş vecnə dalmıra sürə biləm. Gözüm bilir, baxırma, qovalayıram. Xoşum gəlir heyvanlardan. Toz tüyoxları boğurduyam ki, gəlməsin biz tərəfə. Ərəf dovşanı yox, ərəf dovşanı nədir? Sincap ayrıdır, bu ayrıdır. Oxuyanda nərdivan oxun, səsin problemini biləyəm.
Pis oxumaqdansa elə oxumamam yaxşıdır. Anama heç kəs baxmır, anam deyir, evdədir. Anam yer xəstəsidir, o da yeməkdə pişirir. Şükür Allaha, əli indi yaxşıdır. Deyəcəydim ki, dua edin, evimiz satılsın. Allah kömək olsun inşallah. Məftun harasən Qarabağlı. Demək, yazım düşmür, bilmirəm. Gecələr bulağa başı. Səndən küsmüşəm, ay Məftun. Yaxşı bir söz deyərdim. Ha, əvvəlki dediyim sözlərdən heyf ki. Aman təhqarı, yox, ərə vermişəm. Niyə hədiyyətlə bloka düşübdür, hədiyə yerim. Sədərəkdən danış. Az gecə vaxtı ki, bir yemək yiyir. Öpürəm səni, qabil. Niyə əsəbləşirsiniz? O sözə nə var ki orada? Ha, sözə qadası. Bizi babaş telefonla danışdıq, qutarsın. Üstünüzə tullanın, təhlükəli. Üstünüzə, tullanar. Məftun, bayaq gözüm doldu anama. Canın başına dönərəm. Saçımı qırtdırmadım. Bax. Məftun, sən çox yaxşı bilirəm. Məftun, səni çox yaxşı bilirəm özümə. Hə, yaxşısın. Yaxın, çox sağ qadınam. Məni göy moderator, məni qoy. Yox, istəmirəm, mən sən tanımıram, eləmirəm. Girif hamını atasan şeyə. Niyə evlənmirsən? Səni gözləyirəm, ərə gedəndə sən mən də evlənəcəm. Ağdamırsan bir tərəfi mən. Neyizə hədiyyatı versənə, yox. Varabamın qülə Həzməti tünəmməm Firuzəni zümzümünü Duru bir su gibi Bazen volkan gibi Bazen bir delin Yüzün səsim də rahatdır, oxuya bilmirəm. Rüzgar gibi gözlerimde telaş Yıllar sence yavaş Acelenle bekle Firuze. Mod ver. Yürü buradan. Sen mod değil, modluk eləyənsən ma bütün gün işte güclü olsa. Səsimdə problem yarandı. Mən səsimi nə qədər dərmanlar attım. Sağ olsun Niko var ya, TikTok'taki Niko müğənnim. Qoy verim. Niko şeydi. Niko həkimin adını eşitmişdim. Çoxdandan eşitmişdim adını. Hə. Ay day. Hə. İradə həkim ona dedim. Dedi ki falan dərmanları iç. Səsimi düzəltdi. Belə elədi. Heç oxuya bilmirdim. Amma dedi Bakıya gələndəki yanıma boğazına şeyimi salacağım boğazına. Nədir o? Nədir? Zondu deyirlər, zond deyirlər. Yoxlayacağım da. Səs boğazını yoxlayacağım. Hemozobum var. Səs tellərində nə problemi var. Onu şey eləyəcək. Baxacaq, yoxlayacaq. Şeydir, problem nədənsə müalicə eləyəcək. Bir səsim olacaq gül kimi. İndi Firuzəyə qulaq asıb gəldim. Çox gözəl. Çox sağ ol ömrüm günüm. Məftun Braziliyaya gitmək istəyirsən, ən sevdiyim yerdə yola. Ən xoşladığım yer Braziliya, Rio de Janeiro. Sakit adam, müjmezləri görməmişəm mənim yayınımda. Bax mənim, bu masi var, həmişə mənim yayınımda olur. Bunun adından bilinən profil şəklindən də. Sağ ol, ayrıyəm, masi. Bilirəm ki, ona vermək olar mı? Amma işlərin bir dəfət görürəm. Zirvələrdə görəysən, öpürəm sən ömrüm. Niyə yatmırsan? Axşam durmuşam. Salam reyid ətmətərsən, bekan yetmirsən. Həddin yeyiləm. Az deyiləm, həddiyi yerim bağlıdır ki, ma həddiyə atacaq. Həddiyə atmaq olmur ha. Çox. Ay dostlar, mənim YouTube kanalıma girin, abunə olun da, nə olar? Mahnılarımın altına yaxşı sözlər yazın. Girib baxıram. Məftun zon boğaza salmaq çox pis şeydir ağırdan.
Onu da koymuyorsun. Düzme həkimi ona öyle. Ben istemiyorum. Başın var olsun. Boş danıştın. Arkadaş bu ne kadar danışır. Çok sağ ol. Maalesef öpürəm sən qadınım. Vallahi həmişə oluram. Pul atmışam sənə. Ne kadar atmışsan? Girip kartıma baxım. Qadınım kartımı gör istəyirsənsə deyə direkt yaz atım kartımı deyə kömək eləmək istənsə. Kartını paylaşım. Harada paylaşırsan? Sevgilisinden danışıyor. Yok, sevgilisi de öyle bir şeydi. Emin'di danıştığı. Bir de Orhan Rasifoğlu'ydu diyesen. Sesinden eşittim. Birinci zamanla danıştı. Sonra tekrar danıştı. Şimdi Emin'den şeydi. Şey barədə danışırlar. Həkim barədə. Ki məsləhət, hansı həkim məsləhətdir? Vallahi ma elə gəlir ki, biraz yaxşılaşıbdı. Allah yaxşı eləsin. Peki yaxşı olsun. Mənə elə gəlir ki, yaxşılaşıbdı. Baba şu ucarda hansı kənddə aparmışdı. Mən aparmamışdım. Mən gedəkim gördüm, gedibdi. Kart niyə qoymursan? İhtiyacım yoxdur indi karta hal-hazırda. Sınıqçı ayıpırlayan pasos dartım. Ma elə gəlir ki, gün yaxşıdır. Bəlkə səhər lap yaxşı olacaq. Bir gün heç əməliyyata getməyəcəyik. Adım, uçaqdakı həkimin adı Məlahət idi, nə idi bilmirəm. Məlahət idi, nəsə bir mühərfi ilə gəldi adı. Alport kəndi, bilmirəm, bir dəfə deyəcəyim. Çox sağ ol, ayət orta sifarişi. 50 gramla bir-iki dəfə peyk elədim. Gördüm, peykasının cəzasını düzəməlli eləmir də oynamadım. Çıxartdım takipdən. Real klinika Yaşar həkim. Qumuc. Saçın yox, köhnə saç kəsənlərdən idi də. Mən bildim ki, mənə qısa saç yaraşmır. Bildim ki, saçımı yoğulub qoyacaq ora. Bilmirəm, Rüfanə. Hansı mısınız mavişim? Qumucu batıb sizə dedim, Böyle Qumucun saldı yerinə. Vallahi biraz yaxşıdır, məni qınama. Qabaq ağrısından dura bilmirdi. Bir-iki dəfə zırıldayıbdı. Ondan sonra düzəlir. Mərfin getməsin, ekmək yaxşı olacaq, inşallah. Aparmaq istəyirəm, yaxşı. Sən aparmaq istəyirsən. Vallahi mavişim, babuşda var nömrən. Sən o mavişsən, babuşa həmişə dəstək olan o mavişsən. O sansa nömrəsi varsa, şeylə deyin, aparsın. Ya nömrəsini versin, git şeyə, apar, göstər. Çıxığı bilmirəm, onu həkimə baxırsan. Sən ikinci mavişsən. Məhvdi salam, necəsən, Lənkər? Çox sağ ol, qadınam, yaxşı olasan, əli kesalım. Həddi yerim bağlanır. Oturub xaricdə məni izləyirlər də bütün günü. Bunu nətər edəyək? Səhifəsini vuraq. Xarici səhifə deyə qalıqlar belə çabalaya. Vura bilmirlər. Məcbur olurlar, hədiyyə yerimə vururlar. Məhvdin restoranlara çıxmırlar. Çıxırmırlar. Dostlar, mənə takip atında can ciyərlər. Salam qadınam. Məhvdin agiti olmalıdır, getsin həkimə. Kim deyirsən, nə bilim, ağrılara zalıqdır. Məncə, Çox sağ olun, takip edənlər. Güclü sınıqçı Nəsib müəllimdir, tanımıram. Məhvdin, səni çox sevirəm, çox sağ ol, ömrüm günüm. Allah da səni sevsin. Ay bala, çıxığı salanda ən azı bir həftəyə Mən də onu deyirəm də, user. Deyirəm ki, ağrı sırası azalmır. Görsən, dünən elib bir dəfə, iki dəfə olubdu ağrısı, möhkəm ağrısı. Ondan sonra düzəlifdi, görsən. Bəyax gəldi, uzandı orada. Orada yemək yedi. İndi bax, durdu, getdi yerinə. Axsiya da, yəni normal yox. Qabaq heç onu da eləyə bilmirdi. Təki olsun, yazıqdır valla. Heç kimi yoxdur. O sağlamlığına qovuşdun. Yazıqdır, teoğun cücəsini yedirdisin.
Möhkəm ağrısı olmalıdır əslində. Azmaz olmalıdır. Çəkisi çoxdur. Çəkisi çoxdur. Faringit olub o. Və mən boğazımda çoxdandan var. Bərbər gəldi, hə. Sağ ol, Afa, sən necəsin canım gözüm? Nə var, neyim? Ay Allah. Ay Allah, bir yaxşı restoranlar ola, məni çağırır restoranlara. Qəşəng öz zəhmətimlə pul qazanam, oxumağımla pul qazanam. Qəşəng kliplər çəkdirəm. Ay Allah, sən özümə bir yol aç. Hə, Afa, çox sağ ol, salamatçıl, sən necəsən əzizim? Bir şey ye, mən də yeyim. Valla mən yemişəm də, mən ondan artıq yeyə bilmirəm. Da gördüm, rəngim, ruhum saralıb, dedim, ürəyim istəmir, yemək. Dün Məhdun Nuriyə nəyində, xalam qızı. Sağlam qadınam. Yorğunsan, bilmirəm. Təhcə Bərdədə çıxırsan. Yo, mən bu rayonda restorandan çıxmıram. Baku. Bağış öldürürdü mən gəlib Bakıda restoran işləyəndə. Çıx gəl rayona. Çıx gəl rayona, otur. Tüyovunu cücəni saxla. Dostlar, mənə takibatında zəhmət olmasa. Mersi yoxsa istəyirəm, heç birisi. Əşki yox, nə o tanımaq. Kart qoy da. Ürəyim, hal-hazırda ehtiyacım yoxdur. Karta ehtiyacım olanda qoyuram mən. Anamın dərmanları da almışam. Nə bilim, borcu var idi, onu vermişəm. İndi bir dənə ürək dərmanı alacam, onda pulum var. Ürək dərmanı alacam, bir də əlinin mazları var, yaxın mazları. 2 dənə alacam. Çox sağ ol, ürəyim, deyir, mədəni adamdır. Vəliyev, çox sağ ol. Allah sən qırız, çox sağ ol, sev ürəyimsən. 94-cü ilsən, bəli. Mən abırlı həyalı oğlan, subay oğlan, heç vaxt ərdə olmam. Belə ərdə nədir? Heç vaxt evlənməmişəm. Heç vaxt xonçam oynamayıbdı. Şeydir. Belə. Məfi yaxşı, çox sağ ol, Lili. Ne yaxşı olmaz, çox sağ ol, Abiyetin. Nəfsin, sevgilim qoymur takip etməyə, amma sənin işini. Hə, mənə heç nə demir. Sevgilim görür ki, mən namuslu qeyrətli adamam. Sevgilim görür ki, mən mədən adamam. Mən heç kimin namusuna belə baxan deyiləm. Ona görə deyir o, yaxşı oğlandı onu şeylə. Sevgilinin başına dönün. Yaxşı oğlandı o. Saçını kəstirməmişəm, yox. Vərzar bağladı canını. Bağlasın da var. Hə, ona görə deyirdin canının qalxacaq. Mən də deyirəm, nə deyir? Hə, babur səni çağırır. Çağırır, verəm, telefonla danışır. Ağlasdan mən. Az neydirəm səni? Dan oldu, danışıb qutarmadın. Danışıb qutarmadın, rəhmətliyin oğlu ki, Türkiye'də söhbət edəyək. Danış qutar gəlməm. Ay, babuş deyirsən, yatalaq xəstəsi olandan bəri qızlara yaman baxır. İndi ayrı bir qıza baxır. Bir başıma xeyir. Allah eləsin, evlənsin. Mən də ona baxım, həvəslənim. Vallahi həvəslənim, mən də evlənim. Birdən elə həvəsləndim ki, evlənim. Babaşı göstər. Babaşı göstərəcəm birazdan. Bu telefonla danışır. Açdı yox, yuxusunda darı görə. Düz deyirsən. İndi elə qız nə gəzir? Ərinə tabi ola. Düz deyirsən, orasını düz deyirsən. İndi elə qız nə gəzir? Ərinə tabi ola, ər dediyini eləyə.
Belə qız var. Ona görə oğlanlar evlənə bilmirlər. Qalaq deyib belə aparat. Hamımız geyib toyuq saxlayırıq. Toyuq cücədən qayıb tuturuq. İt saxlayırıq. Toyuqlara baxırıq deyir. Allah nə gözəl. Xoruz toyuğu nə qədər. Xoruzun toyuğu böyründə balalar var. Pişiyimin böyründə balalar var. Allah bizim böyrümüzdə hava balamız olacaq görən. Camaat toyuq saxlayır, uşaq saxlayır. Mən də toyuq saxlayıram. Vallahi. Buranı dərdimiz deyiləsi deyilik. Xalam qızı nətədir mən? Xalam qızı yaxşıdır. Vallahi. Bizim ağzımız bala batıb. Mənimki də doşaba batacaq. Adını kim qoyub? Mənim adımı nənəmgilin qonşuları Zemfira xala rəhmət deyir. Allah rəhmət eləsin o. Təvəllüdün neçəncidir? 1940-cı il. Məftun neçə təvəllüsü? 1940-cı il. Qazi sən məfi yox adam. Heç birisindən. ...94-cü bəli. Xəstə nə çoxdan? Xəstə sağalır yavaş-yavaş şükür Allaha. Bu tərəfinə də gedirsən qəşəng çınar ağacıdır, çınar ağacı. Altında da belə yumru skamelkası var. Bax orada. Geçin uzanmışdım. Gördüm hava istedi. Dedim uzanım orada. Biraz dincəlim. Səsim çox müğənniliyə davam edir. Müğənniliyə davam eləyəcəm. Ay Allah, bu babaşı çənəsi tökülsün. Bunun çənəsi tökülsün nə qədər danışır. Sonra mənə deyirlər ki, Məftun, niyə canlı açırsan? Siz olmasanız mən burada durayım dayanarıya, darıxarım. Siz olmasanız mən burada durayım partiyaya. Sonra deyirlər ki, gələn kimi canlı açırıq, baxın, gedir uzanında telefonla danışır. Mənə də bir səlam var, oturam bunu gözləyəm belə. Bu da deyirlər, film yormağa gəlir. Və bəyək ölürdü, yox düzəlir. Ağrıyır, demirəm ağrımır. Bax, hiss edirəm ki, yaxşılığa doğru gedir. Allah hamd olsun. Görsən, rahat şeydir. Mən də özüm də rahat olurum. Vallahi, eləyəndə yata bilmirəm mən də. Vecimə almaya bilmirəm də, başa düşürsən. Oturaram, geçək, uzanaram, yataram. Deyərəm, hərsi cəhənnəmə qışqırsın. Ürəyim götürmür. Saçını vurdum, yox mən vurdum, bu vurdu, babaş vurdudu. Gördüm ki, bu köhnə kişilərdəndir, yaxşı vura bilmir də, yəni indi mənim də saçımı vursa keçər eləyəcək məni. Babaşın tez-tez saçını kəsib, burasında çolka da burada. Dedim, əmin, onu biraz kəs, az elə. Çünki pis görsənir. Bildim ki, mən də o günə çalışır, dedim, yox, mənim də işim var. Ayrı yeri gedən tələsirim. Nə deyim, yaxşı adam idim, namaz qılan idi. Mən qısa saçlarlaşmış uşaqlar, mən yoxsa hilə saxlayaram. Git yanına, telefonla danışır. Mən də qızım tərtərdə məktəbin yanında qalıram. Hansı məktəbin? Hansı kimi xeyri düşdü? Orada, ucarda Məlahətə kimdir, nədir adı onun? Nə oldu, ev olur, nə bilim. Yalanı nətər eləyərsən özünü. O gün kimdir, yazır ki, yalandan uzanır. 15 gün yalandan geri uzanıb zarıya bilərsən. Primə gün. 10 priminə nə olubdur ki, Babaş TikTok'da ən reytingli TikTokerlərdəndir. Ən reytingli. TikTok'un kralıdır. Ona cəmaat onunla reyting qazanır. Ona nə olur ki, uzana reytinglə gör uzana elə. Uzanıb ora pul yığmır cəmaatdan, nə bilim bir şey eləmir ki, deyəsin əşə pula görə eləyir. Düzdür. Ay dostlar, mənə takib etmədənə nə olar? Həyata yalandan sən özün nətər uzadıb elə yerə deyəsən ki, belə. Elə o primə görə eləsən, mən çıxıb evimi düzanaram dana. Tüyoğuma cömə baxaram, anam xəstədir. Müç ver.
Neçədir belə? Babaş danışdın, qurtardın. Gülüyorum orada. Aparım koyma onun yanında biraz söhbət edeyim. Sıkılıyorum artık. Yazım düşmür, ne bileyim kadına. Yazıksa. Canlı daşmır ha. Hələ telefonla danışır. Oh, yaxşıdır şükür da. Sen haklısın. Anton'un ben kendi misafirine koşuyorum. Misafir yaxşı da gələcək, göstərəcək. Yox, mən də heç gəl misafirə qoşuyorum. Yenə də açında fərqlənmə də görünüm açında. Tanımadım kimdir. Tanımadım kimdir. Ha deyirsən sağollar. Deyir canlı aç. Deyir canlı aç kimdirsə. Əməliyyat olmayıb, yox. Bakıya gitmədik. Məftin düzəlib ki, batak, gitməsin, açmasın, ne olsun. Bağlama, salam. Niyə rədd olsun deyirsən? Keşdə ağırsın, biraz düzəl. Qoydu yerə. Kaç kere koşuyorum sen? Ama o kimdi ki o? Canlıdayım. Dostum biz. Öyle. Yok, Allah kartısı değilmiş. Az Kur'an hakkı düzel. Bak belini uşaklık gösterin bak. Bak belinin burası var ya. Bak buranın hekim. Elini deyir buradan saldı, çığırdı diye öldü. 3 sahada. O deyir ki dartdı çıxartdı da bir bıçaq geldi deyir. Ben orada olmamışım ama ben eve gidenden sonra akşam zəng elədim ki ay babaş nətər sən ağrı eləmədin, eləmişsən. Bu da deyir ki bu uçağa gedirəm. Bir nəfər deyir ki burada suyun donbarı dartaşın içində versin düzələsin. İndi bana deyir ki düzəlir. O bir günə düzəlmir. Həkim deyir ki 10 günə zaten. Ağrı kesici normal həyatına qaydasına. Biraz kökən. Mən arı xoşlayıram. Yüzüm gözüm biraz qırışsa, biraz yüzüm belə əməliyyat elətdirəm. Belə keçək görsənərəm belə. Yaraşıqlı, krasavçıq olaram. Botoks eləmişəm də bunlar. Yavaş-yavaş qarşımı tərpədirəm. Qarşımı tərpədə bilirəm. Qabaq tərpədə bilmirdim. Dişlərini düzələ, pulum var, sən də dişimi düzəldim. Pulum yoxdur. Pul elətdirməmişim, Allah reklam eləyibdi. Reklam elətdirmişim, and olsun Allah. 300 manatlı botoks, mənim pulum var. 300 manatı verib anam dərmanlarına verərəm.
Aynur xanım eləyibdi. Botoks niyə elətdirmişəm? Keyfimdən. Az buraları belə elə qırış quruş idi. Niyə elətdirməyim? Yüzünə bilmə, hardası uzanıbdı. Keçən dəfə Məmmədova bir dənə qız icablı xanımdır. Deyəm ki, pis hərəkətləri eləyir, elə cəmaat da buna söyür. Allah abırla, həyənlə. İlə gözəl danışıb elə, mən də baxıram. Buna nələr yazırlar pis. O elə sözdə yazdı, mən burada deyə bilmərəm. Axırda nervləndi, nələr dedi. Vallahi elə söz deyirlər ki, adam yanıb tökülür. Şey eləmək olmur, başa düşürsən. Baboş, danışdın, qutardın. Kimsə canlısına qoşulur. Saat 3'dir. Allah qıdarıqmasam can. Yuxum gələ gedib uzanıb yatarım, namazı gözləyirəm. Sübh namazını qılam, gedəm yatam. Çenəsi çaxdı. Qaba poçt işləyib, tane poçt işçisi olub, ona görə çox danışır. Mən baboşu tanıyında, baboş poçta şöbə müdürüydü. Sağ ol qadınam, Hüsü. Saat 3'dür. Çox sağ olun, takip edənlər. 2 qızdan öpürəm qadınam. Zara teşekkür edirəm. Bir çaşqadı, bir məfhumdur. Saçım kəsilmədim. Ağrımır ona görə çox. Ağrısı kəsib də deyirəm, xeyir olubdu. Sağ ol, qəmli. Hədiyyə etmək olmur qadınam. Ay Məfruzcan. Məftun, sən tək uşaqsan. Məftun, əfsanə görsən, əfsanə kimdir? Əfsanə yox, Əli Baba və 40 quldur. Əfsanə kimdir az? 40 əfsanə yox, 40 quldur. Əli Baba və 40 quldur. Nə gəzir, restoranı bağlayıb kaydı çıxıb gedibdir. Saat deyil, sizə demirəm ki, maaş sataşan xeyir tapır. Sizə mən deməmişəm. Siz hələ maaş həkk edirsiniz. Mən dedim, gördüm, gəldi bizdən oturam. Dedim, dur buradan. Dur stolumuzdan. Dedim, sən buradan çıxıb gedəsən, gitməyəcəm. Dedim, görəcəyik. Görəcəyik, burada sən qalasın, burada Azərbaycan dedim. Sən burada at oynada bilmərsən. Bura Azərbaycandır dedim. Bildin? Gözünə aç, bizə məlli bax. Bərbər gəldi, qadası. Baboş oradadır. Az çay iş, qurudur sən, bu qurusundan. Mən də səysə, gör mənim təmizliyimə baxayım. Mən də düşüb səysə bundan restoran axtarıram. O restorana baxırıq, bu restorana baxırıq. Çırıb üstü çürüyüb. Gətdi, Mahir, mənim pulumu üstü. Mənim bir deməkdən ki, Məftun, sənin pulunu gördü ki, hamamını qınadı. Əmət sosial adamam, sən görsən canlıda dedi, bir adam getmədi sənin restoranına. Gördün? Deməkdən ki, Məftun, sənin bağışdakı pulunu gecikdirdim, üzürü hesab elədi, işim yaxşı deyil belə. Gəldi, söyüşlə verdi onu, mən də çırpdım sifətinə.
Dedim apar ver qatığa yağ başına. Ben kasıb ola bilərəm amma mənim qururum var.